Məktəblərdə fəaliyyət göstərən Həmkarlar İttifaqı müəllimlərin hüquq və maraqlarını qorumaq məqsədi daşımalıdır. Ancaq bir çox pedaqoqlar bildirir ki, illərdir üzv olduqları bu qurumdan real dəstək görmürlər. Əksinə, hər ay əmək haqlarından müəyyən bir məbləğ tutulur. Məktəb daxili tədbirlər zamanı isə əlavə vəsait tələb olunur. Bəs bu halda Həmkarlar İttifaqının fəaliyyəti nə dərəcədə əsaslı və ədalətlidir? Suallarımızı təhsil eksperti Vüsət Əzizova yönləndirmişik, cavablandırıb baxaq. Orta məktəbdə çalışan müəllimlər, elm və təhsil işçiləri Həmkarlar İttifaqına könüllü prinsip əsasında üzv olurlar və təbii ki, burada artıq ittifaq tərəfindən ittifaqa üzv olan şəxslərə öz nizamnamələrində əks olunan üzvlük haqqı barəsində məlumat verirlər. Bu adətən 2% kimi hesablanır və artıq müəllimlər də bu ittifaqa aylıq üzvlük haqqı ödədiyi üçün ittifaq tərəfindən də müəllimlərə müəyyən güzəştlər və belə deyək, imtiyazlar təqdim olunur. Məsələn, onların istirahət zonalarına göndərilməsi, müəllimlərin ixtisasına uyğun olaraq təlim və seminarlara cəlb edilməsi və eyni zamanda mədəni və kütləvi tədbirlərin keçirilməsi və hətta belə deyərdim, həmin müəllimlər arasında sosial baxımdan həssas əhali qrupuna aid olan şəxslər varsa, onlara da maddi yardımın edilməsi ittifaq tərəfindən həyata keçirilir. Və mən belə deyərdim, artıq son dövrlərdə ittifaq tərəfindən ciddi şəkildə islahatlar həyata keçirilir və öz sosial şəbəkə hesablarında həftəlik, aylıq, rubrik və illik hesabatlar ictimaiyyətə təqdim olunur ki, il ərzində və yaxud da qeyd etdiyim kimi hansısa bir dövr ərzində hansı şəxslərə hansı xidmətlər göstərilmişdir. Və müəllimlər bəzən görürsünüz ki, haqlı şəkildə bildirirlər ki, əvvəlki dövrlərdə onlar xidmət haqqı ödəsələr də, ancaq belə deyək, ittifaq tərəfindən onlara hər hansı bir imtiyaz və güzəşt təqdim olunmamışdı və artıq qeyd etdiyim kimi son dövrlərdə aparılan ciddi şəkildə islahatlar onu deməyə əsas verir ki, artıq müəllimlər bu xidmətdən, yəni göstərilmiş xidmətlərdən yararlana bilirlər və qeyd etdiyim kimi bu ittifaqa üzv olmaq könüllü prinsipi əsasında həyata keçirilir və üzvlük haqqı ödəyən bütün müəllimlər qeyd etdiyim xidmətlərdən yararlana bilərlər və təbii ki, hər bir region üzrə də bu ittifaqın belə deyək, bölmələri var. Həmin bölmələrə müəllimlər müraciət edərək həmin bu imtiyazlardan yararlana bilərlər.